Yeni bir videoyla karşınızdayım. Bugün en pis futbol oyunlarında oynayacağım ve onlara puan vereceğim. Yani hakikaten pis mi yoksa yaxşıdır. Keçək videoya. İlk oyunumuz mini futboldu. Mini futbol. Qəribə oyun kimi görünür ama böyle pis de görünmür yani. Ama antrenmana başladı. Sprint atabilirik. Sprint atabilirik. Çok qəşəngdir bu. Top alabilirik. Paslaşabilirik. Ha, okey. Aslında bir taraftan maraqlıdır. Ama oyunun belə hərəkət şeyini başa düşməmişəm. Okey, paslaşdı burada. Görüntü olmadı. Sonra şut. Okey. Aslında şut şeyləri çox qəşəngdir. O az tutdu da. Okey, antrenman bitsin elə qarşılaşaq məncə. Qarmaqdır da. Okey. Məncə mən antrenmanı bitirim sonra elə videoya davam edək. Və antrenmanı bitirdim. Məni belə bir yerə atdı. Deməli maça oynayacağıq. Haydi. Yenə oyuna daxil olaq. Wow, çox qəşəng. Wow. Takım zat göstərilir. Çox qəşəngdir həqiqətən. Neyse, maç başladı. Biraz oynayıb çıxacağım. Eğer maraqlı gəlsə davam edəcəm. Başladı uşaqlar oyuna. Gözlə görünür. Əslində qəşəng də oyun kimidir. Amma haydi bir gol. Oo. Deyəs oyunda penalti zad yoxdur. Çünki bayaqki epizod məncə penalti idi. Bu arada ben hiç pasa basmıyorum. Özellikle pas atırlar. Okey, aldık topu ama aldığım için bitirir yani. Yem. Okey. Pas. Oha, yani adamlar çok güçlü oynuyorlar. Ya da ben elə gəlir çünki mən 5 dəfə oynayıram bu oyunu. Haydi. Və gol. Hiç qalmaz. Qəşəngdir. Mən loqoza da ayarlamamışam. Loqonu öz avtomatik verib. Sadəcə bir gol atdıq maçda. 4 dəqiqə ortada hakim. Oha. Maç bitdi. İkinci isə başlayırdı. Aslında maraqlı oyundur. Mənə görə maraqlı oyundur. O alarsan topu. Aslında həqiqətən maraqlı oyundur. O paslar zatlar süperdir. Tac da var hələ. Amma tacı belə. Aslında qəşəngdir. O oyun həqiqətən qəşəng. Mənə maraqlı gəldi. Bir gol da vuraq və artıq bitirək. Bu oyun barəsində onu deyə bilərəm ki, oyun həqiqətən yaxşıdır. Bu oyunu qəşəngdir gol sensləri. Bu oyuna 10 üzərindən 6 verirəm. Oyunun adı PK2'dir, amma bir yandan həqiqətən qəribədir. Penalti vuraraq başladı. Gol. Yəni oyunun amacı odur ki, sadəcə penalti vururuq və gol oldusa oldu. Nə məntiqi var ya, şut vurdu da şut. Gol. Oyun barəsində onu deyə bilərəm ki, məncə çox normaldır deyəcəkdim. Bu nədir? Bir dənə falso uzatdı. Hoy, qəşəng. Ən sevdiyim şeylərdən biri də qapçı olmaq. Necə olacaq? Tuttum. O, yox, bir dəqiqə. Bir dəqiqə, qalx ayağa. Tut. Ayda. Yəni dəqiqə baş ekrana belə bir şey gəlir. Bunu da yedik. Haydi, bu səfər tutacağım. Mən tez tuturam. Ona tutamıram. Haydi. Oha da necə tutmur da mən. İşə atıb ekrana belə bir şey gəlir. Tuttum. Yes. Okay. Və bu səfər normal maça girdik. Görə bu maçda olacaq. Okay. Rəqibimiz gəldi. Keçək maça. Başladıq heç penaltini yox. Rəqib vururmuş. Okay. Tutamadım. Soldaş Çöynaz vurdu. Aslında saran bir oyundu bu arada. Hayda. Direkt laf bezleri bir adam ya. Tamam vur. Direkt geçer. Süper. Haydi. Bunu vurabilsek çok geçer olacak. Bir oran karalıyım oran biraz. Allah. Oyunun adı PK2'dir bu arada. PK2'dir oyunun adı. Davam edirik. Aslında saran oyundu ama grafik zadı biraz pisdi. Qapçının o tullanma emojiləri həqiqətən əladır. Bir dənə əla bir gol ataq. Tam 90 olması da qoldu. Təşvir istəmirəm. O emoji də göstərə bilirik. Okay. Vur. Çöl atar ya. Oha, tam ortaya vurdu. Bir dənə falso uzatdı. Oy. Çox qəşəng oldu ama. Okay. Ne oldu? Oyun namazları hələ davam edir. Haydi tutaq o penaltini.
Vur. Tuttuk. Tuttuk. Haydi. Neyse bu da bu kadar iyiydi. Yani ben oyuna 10 üzerinden vurmadım ben bu arada. Oyuna 10 üzerinden 3 verərəm. Grafikası zəifdir, amma saran oyundur. Keçək bir digər oyuna. Bir sonraki oyunumuzun adı Ronaldo Kicking Ron'dur. İndi mən oxuyamasam düzülü sayın. Belə əslində maraqlı oyun kimi görünür. Amma indi bilmirəm də necədir. Amma yəni futbol oynamırıq bu oyunda. Yəni topun arxasına qaçmırıq. Qol zadıyıq bildiyimə görə. Bəli, başlayaq. Attı topu Ronaldo. Özü də gedir. Top da ayağına gəldi. Tullandı, topla tullanır. Əslində geçən yaxşı bir oyuna bənzəyir. Əslində Savaşev kimidir. Treneri yenə önümüzə futbolçular gəlir. Çox qəşəng bir şeydir. Maraldır, belə dəysək nə olar? Heç olmur. Şeyi bitirək. Sonra. Yaxşı da tez ol. Şut vur. Qapıları qırmaq üçün şut vurur. Həqiqətən qəşəng bir şeydir. Şut vurub qırırıq. Maraqlıdır. Gəldi şeyə. İndi mənə maraqlıdır ki, saçı mən səhv elədim. Səhv də eləyəmirəm. Yəni bir şeyə dəysəm nə olar? Saçı buna dəydim. Bu qədər. Yəni arxamızda işə gəlmir. Bu qısa olsun deyirəm. Onun varsa onu desəm ki, həqiqətən sarı və maraqlı oyunda 10 üzərindən 5 verərəm. Bir sonraki oyunumuz Pro League Soccer'dır. Həqiqətən deyilən görə maraqlı bir oyundur. İngiltərə liqası, İspan liqasından. Klubun həqiqi adı deyil, bunu alıram. Buradan da nəsə alaq, keçək maça. Amma bildiyimə görə bu Real Madriddir. Bu oyunda qısa oynayacağım. Vinicius Mbappe zat adları doğru yazılmayıb həqiqətən. Amma maraqlı oyun kimi görünür. Oyunun qısa adı da Pelesədir. Tək olun. Okey, başa düşdüm. Amma biz hələ ayağımıza top dəyməyib bizim. Slide. Vur. Cərmələdi. Yuxarıdan görmək olur. Neçə skorer. Yedi. Nəhayət oyun barəsində çox şey bilmirəm. Amma topa ilk ayağımız dəydi, orada da itirdik. Okey. Haydi Mbappe. Mbappe. Verdi pası. Federico Valverde. Verdi pası. Vinicius. Vinicius Junior. Vinicius Junior. Vinicius. Vinicius Junior. Vinicius Junior. 1-1. Maraqlı oyuna bənzəyir. Kylian Mbappe. Mbappe. Kylian Mbappe. Ay da istədim yandaşına pas vereyim. Gərək vuraydım. Okey. Haydi. Joam. Tamam şimdi yani. Bəşir Cutu Bellingham'da. Mbappe. Məncə bu qədər bəsdir bu oyunda da. Bu oyun barəsi onu deyə biləm. Çox maraqlı bir oyun idi. 10 üzərindən 7 verərəm. Yəni həqiqətən maraqlı bir oyundur. Yəni oyunların adını da sizə bir-bir dedim. Onu deyə bilərəm ki, oynaya bilərsiniz belə oyunlar. Maraqlıdır. Bir dənə də qol atdım. Sağ olun, salamat qalın. Video maraqlıysa yorumlara yazın. Dönüş kanalıma da abunə olun. Like atmayı unutmayın.